İyunun 19-da yayılan xəbərə görə Azərbaycan dövləti müxtəlif kanallar üzərindən İsrail tərəfə növbəti dəfə müraciət edib. İran ərazisində azərbaycanlılar yaşayan yerlərə bu dəfə özəlliklə də Ərdəbilə zərbə endirilməsin. Bu müraciət sıradan diplomatik jest deyil, geosiyasi diplomatiya ilə milli məsuliyyətin üzvü şəkildə qovuşduğu strateji addımda. Bu baxımdan Təl-Əvivə yönələn yeni müraciət dövlət xalq üçündür fəlsəfəsinin ata vəsiyyətini uğurla yerinə yetirmiş İlham Əliyevin xarici siyasətdəki növbəti təntənəsidir. Burada məsələ yalnız İrana zərbə endirilməsi deyil, o zərbənin altında qalan azərbaycanlı soydaşlarımızın taleyidir. Burada məsələ yalnız İrana zərbə endirilməsi deyil, o zərbənin altında qalan azərbaycanlı soydaşlarımızın taleyidir. Biz barış, anlaşma tərəfdarıyıq, biz heç bir günahsız insanın özəlliklə də soydaşlarımızın ən kiçik zərər görməsini belə istəmirik. Azərbaycan-İsrail münasibətləri uzun illərdir açıq diplomatik jestlərdən daha çox strateji təmkinlə formalaşır. Bu bağlar enerji təhlükəsizliyi, hərbi texniki işbirliyi, kəşfiyyat tərəfdaşlığı və ticarət sahələrində önəmli yer tutur. Ancaq bu təmkinlilik Bakının Təl-Əviv qarşısında tərəfsiz və prinsipial mövqe tutmasına mane olmur. Əgər İsrailin zərbələri nəticəsində bir İranlı ölərsə məsələ siyasi gərginlikdir. Təbii, sülh təbii bir Azərbaycanlı mülki şəxs həyatını itirərsə bu artıq milli məsələdir. Azərbaycan dövləti bu fərqi çox incə diplomatik dildə ifadə edir təzyiqsiz, təhdidsiz, amma prinsipial və ardıcıl şəkildə. Bu həm də bölgəsəl dəngəni qorumaqdır. İranla bağların zərif həndəsəsi hər kəsə bəllidir zaten. Azərbaycan Respublikası İranla münasibətlərdə daim diqqətli davranıb. Rəsmi Bakı dəfələrlə elan edib ki, onun ərazisi üçüncü ölkələrə qarşı istifadə olunmayacaq və edilmir də bu bir Azərbaycan dövlətçiliyi ədəbərkanı ləyaqətidir. Yetkililərimiz bunu həm İranla təmaslarda, həm də uluslararası tribunalarda dəfələrlə ifadə edib. İndi İsrailin İrana qarşı mümkün zərbələri fonunda Azərbaycan bir daha bölgədəki zərif güc dəngəsini qorumağa çalışır. Bu hadisə həm də İlham Əliyevin prezidentlik modelindəki mədəni diplomatiya və mənəvi siyasət anlayışını xatırladır. Dövlət təkcə sərhəd içində olan vətəndaşların deyil, ulusun harada yaşamasından asılı olmayaraq onun mədəni varlığının qorunması üçün məsuliyyət daşıyır. Ərdəbil Azərbaycanın necə dəyərləri ruhi mənəvi qəlbidir. Təbriz mədəniyyətin, dilin, milli mənliyin tarifi rəmzi ocağıdır. Tehran özü də soydaşlarımız tərəfindən salınmış və əhalisinin yarıdan çoxu azərbaycanlılardan oluşan iri paytaxt şəhərdir. Bu torpaqlarda yaşayan azərbaycanlıların həyatına təhdid varsa Bakı susa bilməz və susmur.